İyul ayından etibarən əqrəblərin qarşısında bir-birindən fərqli uğur qapıları açılacaq. Heç gözləmədiyiniz bir anda sizi belə təəccübləndirəcək imkanlarla qarşılaşacaqsınız. Yeni layihələrə başlamaq üçün ən uğurlu ay məhz iyuldur. Bu ayda həyatınıza yeni insanlar daxil olacaq. Hər zaman qətiyyətli olun və uğura çatmaq üçün özünüzə güvənərək əzmlə çalışın. Hər bir fürsətinizi yaxşı dəyərləndirin və planlı şəkildə addım atın. İçinizdəki güc və iradəniz sizi düşündüyünüzdən də daha irəliyə aparacaq. Bu ayda hər bir çətinliyiniz sizə bir dərs, hər fürsətiniz isə bir yüksəliş olacaq. Ez yolunuzu daha dəqiq görəcək və heç kimə ehtiyac duymadan irəliləyəcəksiniz. Planlarınızı gizli saxlayın və hədəfləriniz reallaşana qədər onları dilə gətirməyin. Liderlik keyfiyyətləriniz sizi daha ön plana çıxaracaq. Qarşınıza çıxan çətinlikləri asanlıqla dəf edəcəksiniz. Yeni tanış olacağınız partnyorlarınız karyeranızda önəmli rol oynayacaq və ruh halınızı yüksəldəcək. Problemlərə deyil, onların həllinə fokuslanın və diqqətinizi dağıtmayın. Boğa bürcü. Əziz boğa bürcləri, iyul ayı sizə parlayacaq. Bu ay sizi bərəkətli günlər, sosial çevrənizi genişləndirəcək insanlarla tanışlıq və iş həyatınızı asanlaşdıracaq dostluqlar gözləyir. Maliyyə sahəsində sizi sevindirəcək fürsətlər qarşınıza çıxacaq. Məqsədinizə doğru inamlı və qətiyyətli addımlar atın. Bu ay qarşınıza təcrübəli insanlar çıxacaq. Onlarla ünsiyyət qurun və onların həyat təcrübələrindən faydalanın. İyul ayı boğa bürclərinin yeni başlanğıcları üçün əla zamandır. Doğru vaxtı gözləmədən hərəkətə keçin. İyul ayında özünüzü bol enerjili hiss edəcəksiniz. Bu daxili güc sizi həm şəxsi, həm də peşə həyatınızda irəli aparacaq. Məhz bu enerji uğurunuzun açarı olacaq. Yeniliklərə daima hazır olun. İyul ayı sizə gözlənilməz imkanlar gətirəcək. Qarşınıza çıxan hər bir fürsəti dəyərləndirin və tərəddüd etmədən addım atın. 3. Şir bürcü. Liderlik duyğusu ilə seçilən şir bürcləri üçün iyul ayı olduqca məhsuldar olacaq. İyul ayında siz bir çox layihəyə rəhbərlik edəcək və bacarıqlarınızı ön plana çıxaracaqsınız. Enerjiniz və qərarlılığınız ətrafınızdakıları heyran edəcək və sizə yeni imkanların qapısını açacaq. Bu ay xüsusilə yaradıcılıq tələb edən sahələrdə uğurlarınız parlayacaq. Yeni insanlarla tanış olacaq və sosial çevrənizi genişləndirəcəksiniz. Ətrafınızdakı insanlar sizin liderlik qabiliyyətinizi daha aydın görəcək və sizi önə çıxarmağa çalışacaqlar. İçinizdəki enerji və məqsədyönlülük sizi uğura aparacaq. Bu ay sizin üçün yalnız karyera deyil, ailə bağlarını gücləndirmək üçün də əla zamandır. Ailə üzvlərinizlə daha yaxın münasibətlər qurmaq, birlikdə vaxt keçirmək və unudulmaz xatirələr yaratmaq üçün çox uyğun dövr olacaq. Əgər münasibətdəsinizsə, partnyorunuz sizdən daha çox diqqət və zaman istəyəcək. Bu ay birlikdə ortaq məqsədlər qurmaq, gələcəklə bağlı planlar yaratmaq üçün çox uyğundur. Ailənizin sizə olan ehtiyacını daha dərindən hiss edəcək və məsuliyyət hissiniz artacaq. Valideynlərlə, bacı-qardaşlarla və ya övladlarla olan bağlar bu ay yenidən güclənəcək. Əgər ailədə böyük qərarlar gündəmdədirsə, liderlik rolu sizə düşəcək və hamı sizdən istiqamət gözləyəcək. Əziz qız bürcləri, iyul ayında analitik düşüncəniz və praktiki bacarıqlarınız sizi ön plana çıxaracaq. Bu ayda işinizə verdiyiniz önəm sizin uğur qazanmağınıza kömək edəcək. Əlinizdə olan vəsaitinizi ağılla idarə etməklə maliyyə artımınızı yaradacaqsınız. Kiçik, amma planlı addımlar sizə böyük qazanc gətirəcək. Bu ayda yeni gəlir mənbələri qarşınıza çıxacaq. Bu ay aldığınız kiçik maliyyə təklifləri belə gələcəkdə həyatınızın gedişatını dəyişə bilər. Ona görə də heç bir fürsəti kiçik hesab etməyin, diqqətlə dəyərləndirin və düzgün qərar verin. Əgər siz sahibkarlığa başlamağı düşünürsünüzsə, fikir mübadiləsi aparmaq və təcrübəli insanlarla məsləhətləşmək sizin üçün uğurun açarı olacaq. Həmçinin əvvəl yarımçıq buraxdığınız ideyaları tamamlayaraq onları gəlirli layihəyə çevirə bilərsiniz. Ailə üzvləriniz sizdən dəstək və istiqamət gözləyəcək. Bu ay sizin sakit və analizə əsaslanan yanaşmanız ev daxilindəki anlaşılmazlıqları yumşaltmağa yardım edəcək. Əgər son dövrlərdə ailədə gərginlik və ya uzaqlaşma olubsa, bu ay səmimi söhbətlər və diqqətli dinləməklə münasibətləri bərpa etmək mümkündür. Əgər münasibətdə olan bir qız bürcüsünüzsə, partneriniz sizdən daha çox qayğı və diqqət istəyəcək. Bəzən hisslərinizi ifadə etməkdə çətinlik çəksəniz də, bu ay duyğularınızı açıq ifadə etməyə çalışmaq münasibətinizi daha möhkəm edəcək. Əziz xərçəng bürcləri, bu ay gözlənilməyən qazanc imkanları və yeni gəlir mənbələri sizi təəccübləndirəcək. Karyera sahənizdə isə yüksəlişə səbəb ola biləcək mühüm layihələr və dəyərli iş təklifləri ilə qarşılaşa bilərsiniz. Lakin unutmayın, maliyyə qərarlarında emosiyalarınız deyil, məntiqiniz sizə doğru yolu göstərəcək. Təklifləri müqayisə edin və yalnız güvəndiyiniz təkliflərə yönəlin. Ailə dəyərləri bu ay sizin üçün daha da ön plana çıxacaq. Ailənizə göstərdiyiniz qayğı və diqqətiniz həm daxili rahatlıq, həm də sosial çevrənizdə nüfuzunuzu artıracaq.
Qarşınıza çıxacaq maliyyə təklifləri sizi varlı və uğurlu bir istiqamətə yönəldəcək. Əziz dolçalar, iyul ayı sizin üçün təkliflərin və fürsətlərin çox olduğu bir dövr olacaq. İş həyatınızda bir neçə fərqli istiqamət qarşınıza çıxacaq. Amma seçim edərkən diqqətli olmalısınız. Yeni layihə və ya əməkdaşlıq təklifləri maddi baxımdan yaxşı gəlir və şəxsi inkişaf vəd edəcək. Təcrübəli biznes sahibkarları ilə ünsiyyət qurmaq, əlaqələri təzələmək və ya yeni tanışlıqlar qurmağınız sizə öz biznesinizi yaratmaqda kömək edəcək. Əgər münasibətiniz varsa, bu ay ortaq gələcək planları qurmağın ən ideal zamanıdır. Xüsusilə bəzi dolçalara uyğun sahələr, onlayn biznes və turizm sizə fayda verəcək. Maliyyə baxımından bu ay riskləri ölçərək irəliləmək, bəzən isə kiçik risklərə girmək sizə əlavə qazanc gətirə bilər. Xaricdən və ya uzaqdan gələn yeni iş təkliflərinə açıq olun. Ailə münasibətlərində isə uzun zamandır ziyarət etmədiyiniz bir yaxınınızla ünsiyyət qurmaq və əlaqələri yeniləmək sizə ruhən müsbət təsir göstərəcək. Subay dolçalar üçün gözlənilməz romantik tanışlıqlar mümkündür, xüsusilə səyahət və ictimai tədbirlər zamanı. Ailə daxilindəki hörmət və anlayış sizə daxili güc verəcək və qərar vermə proseslərinizi asanlaşdıracaq. Əziz tərəzi bürcləri, bu ay maddi baxımdan dəyişiklik və artım dövrüdür. Gözlənilmədən qarşınıza çıxacaq kiçik və ya orta səviyyəli iş təklifləri, sonradan böyük qapıların açılmasına səbəb ola bilər. Bu təklifləri gözdən keçirərkən daxili balansınızı qoruyun, çünki tələsik qərarlar itkilərə səbəb ola bilər. Xüsusilə əlaqəli sahələrdə hüquq, sənət, dizayn və insanlarla işləmə yönümlü işlərdə sizə yeni imkanlar gəlir. Maliyyə baxımından bu ayda xərcləri nəzarətdə saxlamaq, gələcəyə sərmayə yönəltmək və lazımsız borclardan uzaq durmaq tövsiyə olunur. Ailə içində sükunət və harmoniya axtaracaqsınız. Bu ay ailə üzvlərinizlə daha çox zaman keçirmək, münasibətləri möhkəmləndirmək üçün çox uyğun zamandır. Bəzi tərəzi bürcləri üçün keçmişdən gələn bir məsələni həll etmək və ya əlaqələrə yeni yön vermək gündəmdə ola bilər. Ailə daxilindəki dəyərləri xatırlamaq və paylaşmaq sizə daxili güc verəcək. Əgər evlilik və ya ciddi münasibət planınız varsa, bu ay ilk addımları atmaq üçün çox uyğun dövrdür. Əziz Qoç bürcləri, iyul ayında aktivlik, yeni başlanğıclar və ani qərarlar sizi əhatə edəcək. Sizdə olan liderlik xüsusiyyəti bu ay daha da ön plana çıxacaq. Daxili enerjiniz yüksələcək və ətrafınızdakı insanlar sizin motivasiyanızdan təsirlənəcək. İyul ayında iş dünyasında sizə maraqlı və sürətli təkliflər gələ bilər. Xüsusilə rəhbərlik, idarə etmə, satış, layihə yönətimi və startap sahələrində qəfil çıxan fürsətlər sizin üçün dəyərli olacaq. Siz hərəkət etməyi sevirsiniz və bu ay sizi davamlı hərəkətdə saxlayacaq. Əldə etdiyiniz gəlirləri ani şəkildə xərcləməmək, əksinə ağıllı yatırım yönəltmək vacib olacaq. Çünki qısa zamanda gələn pullar planlı istifadə olunarsa uzunmüddətli qazanca çevrilə bilər. Həmçinin bu ay bəzi Qoç bürcləri üçün xaricdən və ya onlayn platformalardan gəlir mənbələri ortaya çıxa bilər. Qoç bürcləri üçün ailə münasibətləri bu ayda həm dəstək verəcək, həm də bəzən səbir tələb edəcək. Siz hər zaman öz fikrinizə güvənirsiniz, lakin bu ay qarşı tərəfi də dinləmək, münasibətlərdə ahəngi qoruyacaq. Əgər münasibət içindəsinizsə, bu ay planlaşdırılmış ortaq fəaliyyətlər, səyahət və ya sadəcə birlikdə zaman keçirmək münasibətinizi daha da gücləndirəcək. Əziz əkizlər, iyul ayında dəyişikliklərə açıq olmağınız, ünsiyyət bacarığınız və yaradıcılığınız sizi bir çox sahədə önə çıxaracaq. Hərəkətli təbiətiniz bu ay sizə həm maraqlı tanışlıqlar, həm də yeni imkanlar gətirəcək. Bu ay əkizlər bürcü üçün iş həyatında dinamika və çeviklik ön planda olacaq. Qarşınıza bir neçə iş və əməkdaşlıq təklifi çıxa bilər və sizdən doğru seçimi etmək tələb olunacaq. Xüsusilə media, təhsil, satış, tərcümə, reklam və sosial media ilə bağlı sahələr bu ay sizə uğur gətirə bilər. Maliyyə baxımından isə kiçik gəlir artımları və yan gəlir imkanları sizi sevindirəcək. Ancaq unutmayın, xərclərinizi planlamaq və impulsiv alış-verişlərdən çəkinmək bu ay maliyyə sabitliyiniz üçün vacibdir. Bəs sizin bürcünüz hansıdır? Yorumlarda yazın. Ayrıca kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.